Uşağım danışmır. Uşağımda davranış pozuntusu var. Uşağımın nitqində problem var, başqalarıyla ünsiyyət qurmur, uşağımın diqqətində problem var, uşağımda aqressivlik var. Bu kimi şikayətləri yəqin ki, son dövrlərdə tanış valideynlərdən əvvəlki dövrlər müqayisədə daha çox eşidirik. Smartfon telefonlar ümumiyyətlə son dövrlərdə həyatımızın demək olar ki, ayrılmaz bir hissəsinə çevrilib. Və o dərəcədə artıq bağlılıq yaranıb ki, bir çox hallarda insanlar smartfon telefonlara çox vaxt keçirdikləri üçün zamanın necə keçdiyini belə fərqində olmurlar və smartfon telefonlar gün ərzində bir çox işlərimizi asanlaşdırdığı kimi həyatımıza mənfi təsirləri də az deyil. Bu mənfi təsirləri daha çox uşaqlar üzərində göstərir. Hansı ki, valideynlər gün ərzində başı sakit olsun deyə, uşaq onu incitməsin deyə, uşaq hər ağladığında uşağa telefon verir. Uşaq yemək yemir, uşağa telefon verir. Artıq bir müddət sonra bunun ağır nəticəsi, acı nəticəsi nə olur? Artıq belə uşaqlarda başqa uşaqlarla müqayisə etdikdə psixi ləngimə, nitq ləngiməsi, davranış pozuntusu, aqressivlik, asosiallaşma başqa uşaqlarla müqayisədə daha çox müşahidə olunur. Həmçinin iləri yaşlarda artıq bu uşaqlar o qədər ki, ətraf mühitdən təcrid oldular, daha çox telefonda vaxt keçirirlər. Artıq realda insanlara ünsiyyət qurmaqda belə uşaqlar problem yaşayırlar və yaxud da ümumiyyətlə ünsiyyət qurmaq istəmirlər. Həmçinin belə uşaqlarda başqa uşaqlarla müqayisə etdikdə gələcəkdə depressiya, təşviş pozuntusu olma faizi daha çoxdur. Valideynlərə məsləhətimiz: çalışın, uşaqlarla düzgün vaxt keçirin, verimli vaxt keçirin. Bu daha çox da söhbət gedir az yaş uşaqlardan. Tək ki, sakit olsun deyə o telefon verdiyiniz uşaqlar, vaxtınızı almasın deyə telefon verdiyiniz uşaqlar artıq bir müddət sonra sizin gününüzün çox hissəsinin psixiatr, psixoloq, loqopedlərdə keçməyinə səbəb olacaq.